Hər birinizi salamlayıram. Bugün 24 saatımı produktiv keçirmək qərarına gəldim və bütün etdiyim bugünkü şeylərin hamısını video vasitəsilə sizlə bölüşmək istədim. İndi keçək videoya görək bugün başımıza gələnlər nələr oldu. Bundan istifadə edirəm. Bunu istifadə edəndən sonra bütün dad aldım itir. Bir də ağzım keyir. Uşaqlar, sizə bir şey göstərəcəm indi. Biraz otağım dağınıqdır, onu yığışdırmaq lazımdır. Uşaqlar, otaq deyil, başqa nəsədir. Yaşayış olmayan, köhnə, tərk edilmiş ofis. İndi bura qəşəngcə yığışdırıram, eləyirəm mükəmməl. Baxmayın belədir, 5 dəqiqə sonra olacaq bura Hindistan. Dubai. Yox, Dubai yox. Yaponiya, Tokyo. Uşaqlar, baxın bir dənə. Otağı necə səliqəli elədim. Görürsünüz? Nə deyirik? Halal olsun mənə. Uşaqlar, indi istəyirəm çıxıb çölə biraz yürüyüş eləyim. Ben de bir dənə çölə yürüyüşə uyğun bir şeylər geyinib tez gəlim. Qəşəng. Uşaqlar, otaqdan çıxmazdan qabaqda həmişə həm otaq günəş alsın deyə, həm də ki otağın havası dəyişsin deyə pəncərələri açırıq. Salam. Mən İbrahim Hündürbaş. Uşaqlar, bu problemin həlli üçün mənə nəsə tool verindən olar. Salamünaleyküm, buyurun. Ne videosudur? Bugün 24 saat produktiv yaşayıram. Axırda kravatdan çıxdı, nə olur? Yox, çıxmadım keçən dəfə. Ya videonun axırında çıxdım. Nə olur ki, Burat, nəyə görürsünüz? Bayramımız da mübarək. Neçə belə gözəl paskalar ha. Soğuk, sən də var. Həqiqi nə video seçdin? 24 saat produktiv. Bilirsən, nə heç işləmir, niyə seçmirsən? Necə heç yer işləmir? Bizim paskalı, Lidl işləmir. Belə yürüyüşə çıxırdım prosta. Bir dənə Lidl-a da dəyərdim. Heç yer. Produktiv yaşayıram. Onsuz da mən bugün pulu waste eləmirəm. Niyə bəlkə şeydir, online nəsə, Temudan alış-veriş elədim. Neçə gün işləməyəcək çöl bayır? Mən neçə gün işləməyəcək? Birinci günə qədər işləmə olar. Məncə də sabah açıq olar. Ver baxım görmək. Neçə aldın bunu? Ha? Pulsuz bura. Sponsor. Sponsordan mısın? Görüşürüz Burat, sağ ol. Görüşelim. Sağ ol qardaşım. Görüşelim. Sən ikinci videoda yoxsa məndən biri. Neyse, hava bu arada çox qəşəngdir. Biraz sizə universitetimizi gəzdirim. Deməli, promo yataqxanadan çıxan kimi belə bir yer qarşılayır sizi. Uşaqlar, deməli, adınız necə oldu müəllim? Rıza, hansı ayda 28 gün var? Fevral. Yox. Bütün aylarda 28 gün var. Sən bunu tapamadığına görə mənə nə alırsan buradan deyə. Hə, demək istəyirəm ki, bu ice coffee hell pink latte. Pink latte, mənə də pink latte al. Hə, bu şimdi. Əslində bu 3 manatadır, axırıncı 3 manatını buna vermişəm. Basıb bağlamaq necə olur? Hə, yəni ki, müəllim, məndə pul heç qalmır. Baxa belə. Hə, baxa bilərsiniz müəllim. Ki, kartı pul atımı yazılsın. Gör məndə nə Yəni ki, axırıncı bu pullarını vermişəm kofeyə. 4 manat 15 qəpik. Hə, bir şey soruşum, mənim bir dənə bir şey bilsən al. Sənə Double espressodan istəyərdim. Rot, ayıb deyil, o nə sözdür, sən qurban deyil. Burat, kameranı
Mən 14 də YouTuber tapmışam, çox zor videolar çəkirəm. Kimdə o YouTuber? Göstərərək kameraya. Kimdə? Çox zor YouTuber deyirlər. Bir baxın bir dənə bax. Bura sən abunə olmalısan mənim kanalıma. Gözlə. Ay olsun. Mən də bununla oturmuşam. Burada dizlərimizi də birləşdirmişdik belə. Gördüyünüz gül mənim gülümdür. Adı yoxdur bunun. Yazıq, ad qoymamışam. Gülə ad qoyurlar ki, buna belə su veririk. Və bu gülə bəsləmək biraz çətindir deyə bu gülə hardasa 4 gündən bir falan su vermək lazımıymış. Kameranın da zərərtkəsi azdır. İndi bu gülə su verdik. Gördüyünüz kimi bu yarpaq ucu başlayıb qurmağa, amma digərləri maşallah ki salamatdır, əla. Hal-hazırda da səhər məşqimizi edirik. Səhər məşqi nəyə görə vacibdir? Əslində bilmirəm niyə vacibdir. Mən sadəcə produktiv bir gün keçirdirəm deyə eləyirəm. Bunu normalda eləmirəm. Uşaqlar, deməli indi səhər yeməyinə keçdik. Biraz gec keçdik səhər yeməyinə. Çöldə falan yeriyiş falan biraz vaxt keçirdim. 2 dənə yumurtamız var və hardasa 100 qrama yaxında pendirimiz var və çayımız var. Belə yeyirəm səhər yeməyinə, çünki biraz son vaxtlarda da mədəm biraz həssas olduğuna görə, çox belə fast food falan yediyimə görə son vaxtlar McDonald's falan ən çox da fıstıq yediyimə görə mədəm biraz son günlər dəhşət ağrımağa başlayır deyə mən günlük yeməklərimi biraz kalorisini azaldaraq, amma proteinini təbii ki yüksək tutaraq belə bir səviyyəyə salmışam. İndi Rızaya zəng edirik ki, Rıza müəllim məşq eləməyə gəlir yoxsa yox. Salam qardaş. Aleykümselam. Qardaş, siz hardasınız? Sizin qardaşınız indi otağa gedir, krasovkanı giyinsin. Çıxaq. Nəysə, çıxaq bura. Hə, krasovkanı giyinib çıxaq. Hə, yaxşı burada, yaxşı. Söz olay. Bura. Deyirsə, uşaqlar, eşitdiyiniz kimi Rıza da oca krasovkasını geyinir. Biz də neyniyək? Tez krasovkamızı geyinək, çıxaq. Deməli, biz Rıza ilə müzakirə eləyirdik. Hansı məktəbdə? Rıza New Yorkda oxuyub məktəbi. Caspian Plaza yanında zaten. Mən ora həmişə New York deyirəm. Mən də oxumuşam Port Bakının yanında, 27. Burada sən harda qaldın Bakıda olanda? Və onu deməyəcəksiniz. Evin qabağında dayanacaqlar ki, Rıza oradan çıxsın. İstəmirəm də ondan görə. Oradan harda qaldın? Yəni evdən çıxacağam, mən kamera çəkəcəyəm, nəmə var? Hamı bilməsin. Oradan harda qaldın bura? Yəni Nizami tərəf. Nizami tərəf. Məktəbə yaxındır onda. Metroya yaxın. Hə, metroya yaxın. Kubinka. Hə, Kubinka var. Doğrudan Kubinkada qaldı. Burada Kubinkada bir dəfə mənim 5 manatımı oğramışdılar. Hə, mən idim da biraz. Yox, heç ciddiyəm. Biz sən nətər olmuşdu? 9-cu sinifdə oxuyurdum. Deməli, köşkdən nəsə alırdım, 5 manat uzatdım. Dedi ki, xırda yoxdur. 5 manatdan aşağı nə pul var bura? İndi baxma da Avropada oxuyuruq, bizə elə gələcək ki. Amma qəpi, aldığım şeydə qəpi eləyirdi. Saqqız ardı, məştəd qəpi eləyirdi. Ştuçna siqaret zarfı deyən, saqqız ardı. Deyirəm ki, bəs 5 manatdır da, bundan aşağı nə pul verim sənə? Deyirəm, 1 manat zat verir də. Dedim, ya yaxşı. Yanımda bir dənə kişi dayanmışdı. Deyirəm ki, bəs sizdə 5 dənə manatlıq var, 5 manat axırda. Qayıtdı dedi ki, hə var. 5 manatı verdim. Üzün döndərdi, çıxdı, getdi. Mən də dayıcı gəlirəm ki, bəs xırdanı ver də. Qayıdıb deyir, hə bir dənə gedək orada mağazinə girim, çıxım, verəcəm sənə pulu. Getdim, mən də mağazinin qabağında gözləyirəm. Bilə-bilə gec çıxdı ki, bəlkə mən çıxıb gedərəm. Bu da pulun dalına keçər. Mən də gözlədim axıra qədər. Gözlədim, mağazindən çıxandan sonra qayıdıb deyirəm ki, şeydir. Mən bəs pulumu vermirsən, qayıdıb deyirsən kimsən. Abi bir anlıq özümdən şübhə elədim ki, bəlkə mən dəli olmuşam. Bırak ki, bu tərəfə keçib. Sonra deyirəm ki, bəs bayaq məndən bütöv 5 manat aldın, xırda verəcəkdim mən azar. Qayıdıb deyir, hə, gəl verəcəm. Mən də geyirəm bunun dalıcı. Bu da get-gedə Kubinkanın içinə tərəf girir. Qayıtdım deyirəm ki, sən hara gəlsən belə? Yəni axıra qədər gələcəm də dalınca pul verənə qədər.
Qayıdıb mənə nə desə yaxşıdır. Nə deyib? Deyirsən pulu verdim də. Deyirəm kimə vermirsən pulu sən? Qayıdıb deyir ki, sənə verdim, ciblərimə yaxşı bax. Mən də xiyar kimi özümdən şübhə edirəm. Ciblərimə sada baxıram ki, bəlkə pulu doğrudan verib, mən yadıma gəlmir. Axırda da dedim ki, eybi yox. Söydüm onu, qaçdım. Canım sağ olsun. Canım sağ olsun, 5 manat da məndən artıq böyük. Okay bro, I'm Is your gonna vlog? blur your face. Is your vlog? Please don't. I'm gonna blur. He's not gonna put you. He let us out. Okay, it's okay. Hello guys, it's Yusuf. Yeah, what's up guys? How are you? Alright, What you doing? I'm What's this making a video for? video. It's just 24 hours vlog. Vlog? Yeah. Really? What you gonna do today? I'm gonna do sport. Sport? Yeah. Gym? No, it's closed. Yeah, Ah, nice. What do you have to some do? pull-ups. Pull-ups? Yeah. You're gonna play back and With biceps? my gym bro. Really? He's my new gym bro. Gym bro. Gym bro. Alright bro, good luck. Okay bro, see you. See you, Have a good day. Bye bye bro. Bro. Murat, mən sən nə istəyirəm? Burada şey çəkmək. Dairədən son çıxan qazanır. Neyse, Rıza turnik vurur. Rıza. Vurammayacağım ha Murat. Murat Ha mən də vur. vuracaq o. Ha yox ya. Hey. Bir də sən elə. Al çək. Davay. Masterclass göstər. Instagramda bir dənə videom var ki, Da göstərmədin də axı. insanlara necə turnik vurmaq lazımdır onu. Gördün də turnik mən axırda vurdu. Aha, bir. Murat vuramıram, Murat. Sən vurur. Murat turnik mən vurur. Murat ora asandır. Easy-dir bu nədir ya? Qəşəng 1. Ay, İki. bir də üçüncünü də eləyək. Murat, sənin ayağın yerə dəydisə, sən o stres ölmüş olur. Yəni ayağın yerə dəydisə əgər, məsələn 1-2 eləməmisən, ayaq yerə dəydi olur 0. Ayda. 3 dənə elə, Murat, çək mən 3 dənə eləyim. Davay. Mən belə turnik vardı heç vurmam. Hə? Daha asan. Yəqin ki, bir də problem. Güçlü. Dal edirsən, uşaq üçün deyirəm. Tam buraxmıram düzdür, çünki buraların biraz ağrıyır. Biraz sıx belə. Buralarım biraz ağrıyır. Buraların biraz ağrıyır. Kanata çıxansan bura. Yox, heç. Mən də. Bura sən judaist olmamısan. Judaist olmamısan bura. Olmuşam burası. Elə gətir, elə. Bura çıxamıram. Xarab deyil kanat. Neyse, ya şey deyək, dips. Nə? Dips. Dips nə? Brus. Rusiya. Hə. Görəyin ağa. Dips deyil, onu. Bura nağarsan sən. Bura çox failsan ey bura. Nəyəm? Fail. Ged elə. Gəl, gəl. Görsən külək aşıtmaz kameranı. Uşaqlar, şey dips eləyir, Rıza aşağı. Davay elə. Rıza aşağı dips eləyir. Elə eləmir bura. Hop, qalxdın. Gördün? Ayaqlarını da arxaya verirsən ki, sən sonra rahat olsun. Bura xarab deyil. Elə. Xarabdır bura. Ay. İşləmir. Məndən zəif oldu lan axı. Yox, bura biz döyüşçülərik də, belə şeylərin arasında. Jüm mən vurdu. Əllər özdə aralı saxlayırsan burada. Əllər heç bükmürsən, bax açı. Hə belə. Görsən, hə, Həzrətdən öyrənmişəm, ayaqları da belə eləyirsən. Belə yaxşı. Aycan. Bəs də. Ey. Belə şey yox. Ah, yadımdan çıxdı bura. Sən fikirləşirsən mən görməyəcəm onu. Qəşəngsən. Başını qaldırır, Murat qabağa bax. Baxıram. Ay sağ ol. İşin bitlər var. Qaqam əsl idim ançı da, orijinal idim ançı. Bu hərəkətin qurdusu. Yavaş ol. Nə tərdir bura? Zor. Hələ bir sən nə edə bilirəm burada? İstirahət yoxdur.
O ay. Benim kameram değil bro. Spider-Man. Yalandan deyir. Axıra kimi gəl fırran. Bu nə ayaqdır, brat? Nə qarsan? Bayraqsan sən. Haydi bro. Əlimə bax, brat. Əlimə bax, brat. Brat. Burada bir dənə belə hərəkət var. Bilmirəm necə istifadə etmək lazım. Onlar deyil. Belə qal. Bir işin vurursan, keçirsən aşağı. Ayaqları bu da verirsən. Getirdin ne xıyar. Diğer nega. O daha geçeydi. Davay elə. Ayaqları da qabağa verdi, o uzaqlaşdı. Jim vur da. Jim vur, sonra kes oyuncusun. Aha. Qəşəng. İdmançı olacaqsan böyüyəndə. İndi mən nəyəm? İdmançının bacı versiyası. Junior. Junior, yox. Yusif. Gecə yuxu görmüşəm, brat. Yuxuda üstümə 30-40 dənə arı gəlmişdi. Buralarından arı götürüb atırdım. Üzümdən zaddan arı götürüb. Qorxurdum ki, mənə sancmasın, amma sancmadı. Sonra durdun, nə oldu? Heç nə, oyandım, yuxudan video çəkməyə başladım. 24 saat nə videosu? Yadından çıxdı, brat. 24 saat produktiv yaşamaq. Brat, mənim telefonum yoxdur. Harda paylaşarsınız? YouTube'da, brat. Live'dır bura. Abone olmağı və videonu bəyənməyi unutmayın. Bir dənə takip. Elə veriş elə, ha, brat. Bura Rıza Şah. Gəldim bura. Çıxırsan bura. Bax, 3 dənə də ayaqlarımızı qaldırırıq. Başlayırıq elə söhbətləşməyə. Axırıncı ayağın yerə qoyunu tutur. Birinci qoyunu tutur. 3, 2, 1. Adın nə? Yox heç. Aha, o da zıtladı. Нет. Нет. Ay. Ha, baba. Sen Ruski sektor. O değiş. Yeah. Değiş. Ruski sektorda nəsə arasında nəsə olur. Ruski sektorda nəsə arasında nəsə olmuyor. Kamera abi. Ay. Rahat neyse al kamera hemen buradan düşüp. Göklerde kartal gibiydi. Ayaqqabıma baxın, Skechers. Düşmeye çalışacağım. Ekran söndü. Ev yok Murat Beyram öz sönür. Dormitory bu ilgin nasıl geldi? Ay qaqaş, eləmə. Ay xəs qorxmursan cərimə edərlər sənə. Bu kamerada zada bax. Yoxdur. Lift bizə bir. Kes qaqaş, böyüsən məndən. Neçənci ilsən sən, Murat? 2008. Ha, balacaymışsan. Sən? 2007. Bir il fərqimiz var. Nə danışırsan sən? Nə olsun ki, bir il olanda. 2007-də mən oxşayıram, sən yox. Niyə ki, nə saqqal var bir dənə. Qaqa mən saqqalımı qırxdırıram yəni. Qıxdırıram. Özün qıxmırsan. Neyse, Murat sağ ol. Görüşərik. Görüşürük. İndi keçdi yemək bölümünə. Bugün yeməyimizdə nə var? Bugün yeməyimizdə toyuq sinəsi olacaq və düyü olacaq. Hələ ki sularımızı qoyuruq qaynamağa. Toyuq sinəsi xarab olub. Onun yerinə bizdə yemək ideyası heç vaxt bitməz. Uşaqlar, artıq yeməyimiz hazırdır. İndi YouTube'a baxa-baxa bu yeməyi yeyəcəm. Məncə çox dadlı olub. Çünki bilirəm nə pişirdiyimi. Möhtəşəm. Produktiv bir insan nə edir? Produktiv bir insan paltarlarını yuyur, paltarlarını. Yəni ki, günlük təmizlik üçün vacibdir. Düzdür Rıza? Düzdür. İndi nə edirik? Geri birinci mərtəbəyə. İşte deməli, indi produktiv bir insan olduğumuza görə, indi çirkli paltarlarımızı götürmüşük, geri McDonald's'a. Boş olan bir dənəsini taxtalıyıq. Taxtıq, buyurun siz qalardan keçin. İndi paltarları qoyandan sonra var içində. İçində var imiş.
Baxın, yo, içində var. Bunu buradan oraya tökür. Sizdə bundan varsa, buna neçə qapağı tökürük. Aha. Amma bəs eləyər vəbşi sən? Yox. Gözlə şey eləyəcəm. Tokyo Drift'in mahnısı. Dın dın. Bura sivil qabı yanındaymışız. Deməli, bugün eləyəcəyim bütün işləri bitirdim. Paltarları falan götürdüm, qurutdum, sonra təzədən götürdüm onları. Hal-hazırda saat 10 olub və produktiv bir gün keçirdiyimizə görə biz produktiv bir insan olduğumuza görə bugün nə edirik? Saat 10 olduğuna görə artıq yerimizə girib yatırıq. Bizim işığımızdır. Nəysə işığı da qoymuşam. Çünki işığı, yəni otağın işığını hazırda söndürmüşəm. Çünki yatacam indi. Beləliklə bir videonun daha sonuna gəlmiş olduq. Daha çox belə videolar istəyirsinizsə, videoya like atmağı unutmayın və yorumlarda özünüzü bildirməyi. Yəni ki, İbrahim daha çox 24 saat videoları istəyirik yazmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.